Güzel bir atalar misalı var. Deyir ot kökü üstünde biter. Ölkənin başçısı rüşvətxor, korrupsioner, oğru ve kumarbaz olandan sonra təbiidir ki, o ölkənin naziri de, deputatı da, polisi de oğru olub xalqın qanını içəcək. Bir ölkədə ki, millət vəkili xalqın problemini, xalqın sözünü Milli Məclisdə deyə bilmirsə və deməyə cəsarəti çatmırsa, kül olsun o millət vəkilinin xain başına. Baxın əziz Azərbaycan xalqı, xalqın səsini oğurlayıb, rüşvət sayəsində deputatlıq mandatı alan dırnaqarası millət vəkili heç vaxtı Milli Məclisdə xalqın sözünü və problemini deməyəcək. Buna əmin olun. Bugün ölkədə millət vəkillərini düşündürən xalqın problemi deyil, xalqın iqtisadi çətinliyi deyil və xalqın çətin halda yaşaması deyil. Onları düşündürən və onlara maraqlı olan öz qudurğan balalarına zəngin həyat qurmasıdır. Baxın millət vəkillərinin balalarının sürdüyü bahalı maşınlara, baxın onların yaşadığı milyonluq villalara, saraylara, görün necə zəngin həyat yaşayırlar. Bunlar hamısı Azərbaycan xalqının oğurlanmış pullarının sayəsindədir. 5 günlük vəzifəyə görə İlham Əliyevə buyruq bulayan saxta millət vəkili hardan bilsin ki, şərəf nədir, qeyrət nədir? Xalqın puluna göz dikib, onu müxtəlif yollarla oğurlayan vicdansız deputat hardan bilsin ki, vicdan nədir, ləyaqət nədir? Bugün ölkədə gələcəyin əskəri olan körpə övladlarımızı uşaq pulundan məhrum ediblər. Övladlarımızın uşaq pullarını basıb yeyən, oğurlayan millət vəkilləri sabah bizə Milli Məclisdə hansı qanundan danışacaqlar, hansı ədalətdən danışacaqlar, hansı düzlükdən danışacaqlar və hansı kişilikdən danışacaqlar. Baxın əziz Azərbaycan xalqı, Milli Məclisdə xalqın əleyhinə, İlham Əliyevin xeyrinə saxta qanunları qəbul edən dırnaqarası millət vəkilləri, millət vəkili yox, vətən xainləridir.